Söz nasıl deyim, yəni mən həddindən artıq tək qalmışam. Yəni məşqçi kimi. Yəni bütün günü məşqdə uşaq futbolçularla, özünüz bilirsiniz ki, onsuz qış transfer pəncərəsindən biz istifadə edə bilmədik. Yararlana bilmədik də. Bir Şuti gəldi bizim komandamıza, Marko gəldi, daha ikisini istəyirdi, alınmadı. Belə deyim, ehtiyac var idi, axırıncı yerdə gedən komanda. Necə ola bilər ki, yəni güclənməsin? Yəni bu təhlükə var burada. Yəni özümüzü yiyəsiz bir komanda kimi hesab edirik. Yəni bu durum bizə belədir. Həm bu, belə üzr istəyirəm, futbol ictimaiyyət tərəfindən də belədir. Onsuz Səbail komandası bu dəqiqə hamı danışır ki, heç kimə lazım deyil. Amma bəs, biz bunu düşünmürükmü? Burada neçə futbolçular var. Məsəl üçün, məşqçi kimi mən gələcəkdə Azərbaycana nə qədər xeyir verə bilərəm. Məsəl üçün də, indi mənim də öz məşqçi kimi xəyallarım var. Arzularım var, onu həyata keçirmək istəyirəm. Yəni, bu dəqiqə hamı deyir ki, bəlkə də fikirləşir ki, problem Cavid Hüseynovdadır. Amma xeyr, elə deyil. Vallahi elə deyil. Çünki mən də istəyirdim ki, mənim hücumçum olsun. Bir dənə Enşuti gəldi, bir Mir Abdullah gəldi, 2 ildir futbol oynamırdı. Başqa heç kim gəlmədi. Yəni, problemlər böyükdür. Amma mən bunu tək toparlamağa çalışıram. Amma mənim bu tək işim deyil. Mənim gücüm çatmaz. Çünki bir məşqçiyə gərək dəstək olsun.